Özü bilər. Biz dinləyicilərə salamlayırıq. DİM-dən, DİM 2025 test tablosundan Python'ın şərt operatorlarına aid, yəni if, elif, else aid olan suallarına baxırıq. Uşaqlar, videonu paylaşandan sonra qrupa atacağım. Mütləq bəyənirsiniz ki, qabağa düşsün. İnsanlar izləsinlər, yazıqdılar. Nəysə, 1-dən 10-a qədər səhv olan 3. 5. Gəlin 3-ə baxaq. Uşaqlar, 3-cü sual bizə nə deyir? 3-cü sual deyir ki, proqram fraqmentinin icrası zamanı klaviaturadan müsbət tam ədəd daxil edilmişdir və bu zaman ekrana 18 ədədi çap edilib. Yəni mən A-ya hər hansı bir x ədədini vermişəm və bundan sonra A ən axırda hansı qiymət alıbdır? 18 qiymətini alıbdır. Və biz analiz eləməliyik ki, bəli, 18-in alındığı hal hansıdır? Nəysə, bizim istifadəçinin daxil etdiyi ədədi soruşur ki, bu ədədimiz neçədir ki, ən axırda 18-imiz bizim alınıb. Olar. De. Mən bunu bütün variantları yoxlayıyorum. Bax. Elə də eləmək olar. Bu bir yoldur, düz deyirsən. Əgər bu sual qapalı sualdırsa, ən asan üsul elə variantları yoxlamaqdır. Məsələn, variantları yoxlamaqla tutaq ki, götürürəm birinci 3-ü. 3-ü qoydum, 3 böldüm 7-dən uşaqlar. Deyil. Ona görə if-lə bağlı olan hər şey getdi. Hara keçdim? Else-yə. İndi 3-ü 3-ə böləndə qalxda 0 verirmi? Bəli, verir. Onda neynə? Həmin ədədi vur 3-ə. 3-ü də 3-ə vursan 6 eləyər. 6 eləməz, 9 eləyər. Amma məndə 18 eləməlidir. Deməli, bu doğru cavab deyil. 12 böldüm 7-dən. Bəli. Uşaqlar, mən belə eləməyin tərəfdarı deyiləm. Yəni, qaydayla bir də məntiqli olaraq fikirləşək. Variantlar üsulu pis deyil. Amma biraz mənə yorur. Xoşuma gəlmir. Gəl, başqa şey fikirləşək. Fikirləşin, uşaqlar. Deməli, bu ədəd buradan 2-yə vurulur. Cavab necə alına bilər? Ya nəyisə 2-yə vurublar 18 eləyib, ya nəyisə 8-ə vurublar 18 eləyib, ya nəyisə 3-ə vurublar 18 eləyib, ya da nəyisə 4-ə vurublar 18 eləyib. İndi mənə bax. Nəyisə 4-ə vuran 18 eləyirmi? Tam ədəd. Eləmir. Getdi. Nəyisə 8-ə vuran 18 eləyirmi? Eləmir. Deməli, o nəyisə ya 2-yə vurmuşam 18 eləyib, ya da 3-ə vurmuşam 18 eləyib. 2-yə vuran 18 eləyibsə bu 9-dur, bəli. 9 da variantda yoxdur. 3-ə vuran 18 eləyibsə bu 6-dır. İndi gəl 6-nı hər ehtimalı yoxlayaq. Belə daha asandır, düzdürmü? Biri var 5 variantda yoxlayasan, biri var belə yoxlayasan. O bir sən nə vaxtı? Variantlar nə vaxt yoxlayıram? Əgər mən gördüm ki, heç cür həllini başa düşməmişəm, başqa yolum yoxdur, vaxtımda da biraz var, onda variantları yoxlamam yaxşıdır. Amma indiki halda mən niyə 5 dənə variantı hesablamaq yerinə belə taparam da? Niyə 5 dənə variant hesablayıram ki? Nəysə, 6-nı qoyuram yerinə, 6 7-dən böyükdürmü? Deyil, getdi aşağıya. Və doğrudan da 3-ə böləndə qalxda 0 verir, ona görə də 6-nı da vurdum 3-ə 18-ə. Başa düşdünüz necə həll elədim Mirağa? Halları dəyərləndirdim ki, 18 hardan əmələ gələr? Belə yoxlamışdın? Ay sağ ol. Müəllim, birdən 2 hissə oldu variantda. Necə yəni? 9 da oldu, 6 da oldu. Çox güzel. Onu artıq yoxlamaz. Başqa çarə yox. Sən baxırsan ki, məsələn 9 da var, 6 da var, düzdürmü? Baxıram. Bax 9 olanda hansı şərt ödəməlidir? Bax bu şərt ödəməlidir. Amma 9 bu şərti ödəyirmi? Yox. Onsuz deməli 9 deyil. Başa düşdün? Variantları belə dəyərləndirirsən də. Yaxşı. 5 dediniz. Uşaqlar. 2 5 6. Fikir verdinizsə, bu mənim dərsdə izah elədiyimdir. Evet. A inputdur, B inputdur, C də inputdur. Deyir, rəqəmlərin, simvolların hansı ardıcılarla klaviaturana daxil edilməlidir ki, proqramın icrasından sonra ekrana 256 çıxsın. İndi uşaqlar diqqətli olun. A neçənci yerdə durubdur? Ortada durubdur. A ortada durubdur. Deməli, A ortada durubsa, burada ortada neçə çıxıb? 5 çıxıbdır. Deməli, birinci nəyə daxil eləməyə lazımıymış? 5-i. Çünki A ən yuxarıda duran dəyərdir. 5-i daxil eləməyə lazımdır. Baxıram. Ən axırda duran 6-dır və burada da B-dır. Deməli, bu 6-dır. İndi bu neçənci yerdə daxil edilməlidir? İkinci yerdə daxil edilməlidir. Çünki A, B. 5 6-nı da tapdıq. Deməli, doğru cavab yerə çıxır. Başqa şey də ola bilməzdir. Başa düşdüm Mirağa? 5-dən sonra 11. 7. İndi bax diqqətlə.
Burada mən dırnaqda nəsə görürəm. Yox. Bunlar deməli nədirlər? Ədəddirlər. A dırnaqda deməli A1 nədir? Hərfdir. Olduğu kimi nə edəcək? Çıxacaq. Üstəgəl dırnaqdadır. O da olduğu kimi çıxacaq. Yəni A üstəgəl. B yenə dırnaqdadır. Deməli, amma A isə, amma B dırnaqda deyil. B sabitdir. Deməli, B-nin qiymətini götürəcəm. B neçədir? 52-dir. 52-ni yazdı bura. Sonra bərabərdir dırnaqdadır deyə. Bərabərdir özü. A nədədir? Dırnaqdadır özü nə ilə bir yerdə? Yanında. Üstəgəllə bir yerdə. Ona görə A üstəgəl dırnaqda elə olduğu kimi yazıldı. B də elə B-dir. O da 52-dir. Cavab? Aytən başa düşdün niyə belə elədik? Çünki dırnaqda olmayan dəyişəndir, dırnaqda olan hərfdir. Dırnaqda olan olduğu kimi yazırsan, dəyişən də nəyini yazırsan? Dırnaqlar vergül var. Ona yazırsan. Sıfır olsa da götürəm. Vergül sadəcə vergül boşluq deməkdir. Belə düşün. Vergül qoymayıb A-dan sonra. Deməli A-dan sonra boşluq qoydu, sonra üstəgəli qoydu. Başa düşdün? Vergül sadəcə boşluq qoymaq üçündür. Vergül orada qalmır. Vergül bilsə nə vaxt qalardı? Nəyin içində olsaydı? Dırnağın içində olsaydı burada. Başa düşdün? Və yaxud da vergülün özünü dırnaqda versəydi. Yəni belə. Tutaq ki A-dan sonra vergül, vergüldən sonra bir dənə vergül dırnaqda, sonra təzədən tutaq ki bərabərdir. Və yaxud da üstəgəl. Və belə yazsaydı mən burada vergülü görərdim. Başa düşdün? Dəqiq. Cavabda sıfır yazsa da düzdür. Necə yəni? Məsələn A plus 52 bərabərdir A plus 52 də. Bunlar ikisi Yo, bu Python belə şey deyil. Bu hərfdir deyə. Burada elə söhbət yox. Yəni orada vergül qoymaq mütləqdir, yoxsa boşluq qoyan burada Necə? kodda yəni vergül qoymaq da. Yox, mütləqdir. Dəyişənlər var. Mütləqdir. Vergül qoymalısan. Boşluq qoyanda qəbul eləmir. Çünki sən boşluq qoyanda onu 2 dəyişən kimi qəbul edir. O 2 dəyişənin arasında boşluq qoymaq olmaz. Olmur, işləməyəcək. Nəysə 7-dən sonra 9 dediniz. 11. 9 yoxdur ki. 15. 9-da yeni olmuyor. Niyə olmur? B də cavab. Demişəm altdan xətt qoyuram. 11. Qardaş faiz nə edir? 11 kimi sualdır. Bəli. 11 nə edir? Faiz nə edir? Ay. Elə bir ki qalığı tapır. Qaldı. İndi gözümüz gəb yerdə eləyək. Sən düz yapmısan aytam sual. Nəysə deyir ki, x bərabərdir 8 üstəgəlin 2 vurur. Bu sual belə yanaşı işləyə bilərsiniz, problem yox. 18 bəli. Çünki vurma adi vurmadır. İndi deyir ki, x artıq burada neçədir? 18-dir. 18-i ona böləndə alınan qalır. 8 üstəgəl 14, 22 yazmış. 22. Bura qədər yazmısan. İndi deyir y. Y neçədir? 22-dir. 22-ni ona bölürəm, amma bu tam bölmədir. Elədir. 2. 2 üstəgəl 3, 5. Burada biraz. İndi diqqətli ol. X çıx Y. X-in son qiyməti nədir? 5. 5. Y neçədir? 22. Məf 17. Bəli. Başa düşdün? 11-dən sonra 13. 13-ə qədər. Yaxşı. Şu ət nə idi? Ətdən olmalıydı aytan. 2 tərəf deyil. Eyni yox. İki tərəfdə düz olmalıdır. İndi 15 bu şərtlərin ikisini ödəyirmi? Bəli. Ödəmir. Çünki 15 2-yə böləndə qalaqda 0 vermir. Bir şeyin 2-yə böləndə qalaqda 0 verməyi onun 2-yə bölünməyi deməkdir. Və yaxud da burada yazsaydı ki, x faiz 5 bərabərdir 0. Bu nə deməkdir? 5-ə bölünürmü? X faiz 6 bərabərdir 0. Nə deməkdir? 6-ya bölünürmü? Nəysə, iş odur ki, ödəmədi. Ödəmədi deyə if-lə bağlanan hər şey getdi. Bax, if-in altı da getdi, əziz. Çünki hamısı if-dən nədədir? Sağdadır. If-dən sağda olan hər şey if-ə daxildir. Onca if-lə birlikdə gedirlər. Onda birbaşa LC-yə keçirəm. Cavab elə 15. 17. SQL-ti nə idi uşaqlar? Kök 6. Södə, cavab 5. 5. İki cür cavab ola bilər. 5, bir də 5-0. Cavab 5-0-dır. Çünki mat. Yox, çünki SQL-ti kök alanda tam kök ala bilmir. Yəni necə? Əgər SQL-ti tam kök alsaydı, məsələn, kök altda 2-dən kök çıxarda bilərdi? Yox. Ona görə belə formada kök almalıdır. Kəsr hissəni bir yerdə almalıdır ki, kök ala bilsin. Elə yadda saxlayın ki, həmişə burada 1-0 olacaq. O da matığı yazmasaydı. İşləməz. Yox. Sən birinci import daxil eləmək deməkdir. Mat modu deməkdir ki, matematika modunu daxil elə. Matematika modunu daxil eləməz SQL-ti işləməyəcək. POV da işləməyəcək. O import metodu şeylər. Bəli. Və yaxud da biz SPA ilə işləyirik uşaqlarla Python-da. Məsələn, mən məktəbdə normalda SPA-nı Python eləmirlər. Başqa yerdə eləyirlər. Amma mən Python-da eləyirəm. Bunun üçün yazıram ki import turtle
Və ondan sonra display modlu açılır. Display modlu açılandan sonra da çəkdiyim şəkil doğrudan da ekranda görsənir. Başa düşdünüz? İndi bir dənə nümunə göstərirəm buna. 17-dən sonra 21. 21-ə qədər 19. Deyir, harada səhv buraxılıb? Uşaqlar. Mən If-dən, elifdən və else-dən sonra 2 nöqtə var. Heç vaxt print-dən sonra 2 nöqtə burada qoyulmaz. Burada var nöqtəli vergül qoyula bilər. Nöqtəli vergül səhv olduğunu göstərir. Amma 2 nöqtə qoya bilməz. Bir də 4. Bəli. LC'dən. 21 dediniz. 21 bəli. 21 kimin sualıdır? Özünə elə. Mən deyim mən. Öz vaxt, bir dəqiqə vaxtım var. Elə. İndi bir dəqiqə. Evdə yox. Evdə nə? Evdə heç şey yox. Nissə söhbət. A4'dür. Aha, A4-dür. Uşaqlar, bu qayda ən yaxşı üsul bu üsula qaydarır. A4-dür. B neçədir? 8. 4 8'e vurur. Aha, neçədir? 46. 32 o da 4, 14, 46. 46. 46 nəyin qiyməti oldu? Beyni. Beğeni. Birinci toplamanı ellər vurmanı. Vurmanı. Deməli 46 oldu B-nin qiyməti. Düzdür? 46'ını 23'e böldü. İndi 46-nı böldüm 23-ə. Neçə dəfə düşdü? 2. 2 dəfə düşdü. Çünki bu adi bölmədir. 8. 2-ni də vururam. A-ya, yəni 4-ə, o da elədi 8. Bizə nə istəyir indi? A, B. Mən demişdim ki, vergül boşluq deməkdir. Yəni 8, birinci anı yazıb deyə 8, boşluq 46. Görürsən 46 8-də verib. İndi onlar deyən söz deməliyim. Olar. Mən o çaşdı. D var ya. Biri yazmışam. İndi uşaqlar diqqətli ol. Bir də D yaz. İndi normalda mən belə görsəm, cavab əlbəttə ki, əgər belə bir şey görməsəydim, B ilə D-nin uyğun olduğunu görməsəydim, mən cavabı belə götürərdim. Amma bir məsələ var. Bu necə bölmədir? Yarı bölüm. Bu adi bölmədir. Adi bölmənin həm tam hissəsi olur, həm natamam hissəsi olur. Ona görə mən burada bax bu sıfırı gördüm. Tam 2'den. Başa düşdü uşaqlar? Orada biri yazmışdı. Değil sıfır. Dedi. Onu C yaz. 23. Mən o D ilə yer asalamışdım elə variantlarda elə yox. 23. 23 numara. Bəli, 21-ə bir dənə də baxa bilərik. bəli, buyur. O nə edirəm? Cavab Y variant olmalıdır. 8-0, adicə 46. Gözlə. Çünki bizə A-nı təkcə dediyiniz kimi bir bölümü ilə verir, o görə o ilə olmalıdır. Sola cavab nə çıxdı? Bir də deyir. Niyə çaşdırırsa adamı ya? Düz eləmirsə. Uşaqlar, Tunar düz deyir. Niyə düz deyir? Bayaq dediyim qaydaya görə. Fikir verdinizsə, o bölmə işarəsi hansı operatordadır? A-dadır. Ona görə A-nın yanında mən bir sıfır görürəm. Amma B-də axı belə bir şey var. Yox. Yoxdur. Mən B-nin yanında niyə sıfır görməliyəm? Benim yeni səhv. Yox, B-nin yeni səhv salmadıq. Bunun yanında sıfır olmalı deyildi. Sıfır bölmə işarəsi olanın yanında olur. Yəni Y variantı. A8-dir də 8.0. Çünki A-nın yanında bax bölmə var. B-də isə belə şey yoxdur. B adi vurma olduğundan elə 46 formasında. İnşallah bu sual deyil də, necə deyim? Mən yəni proqramlaşdırma budurmu? Bu deyil. Valla proqramlaşma bu deyil. Bu primitivlik lazım deyil. Valla əsəbləşirəm ya Allah. Belə şey yoxdur. Cəmaət avtomobillə şeyə çıxır, balonlarla seyrə çıxır, bizə avtomobil minmir. Bu nə demək? Bilirsiniz, belə bir məşhur deyim var. Əcnəbi seyrə balonlarla çıxır, belə avtomobil minmir. Şeydə var. Cəmaət süni intellekt düzəldir. Bu deyir ki, 46.0-dır, yoxsa 46-dır. Bu nə deməkdir? Bu nədir? Mən sizə əsəbləşmirəm. Valla belə, nə bilim, primitivlik görəndə əsəbləşirəm. Bu elm deyil, elm başqa şeydir. Valla elm bu deyil. Nəysə sonra. Nə oldu? Bax, tutaq ki, sən bilmədin. Atıram da. 46.0 deyilmiş, 46'ymış. Onu sən mən Python bilmirsən də sən iş. Sən get pul yeyəcəksən. Bir primitivlik olmaz ha. Biri var if ola, elif ola, başa düşərəm. Nəysə. 20 neçə? 27. 27. Niye? Bu 27 uşaq sualıdır. Bu desəydi yəni axırda 6-dır, mən başa düşərdim səni. Deyir ki 6-nı vermişəm. Öz səhvizə niyə özünüz baxmırsınız? Özün tap görün. 6 ödəyir şərti. Onda nə edəcəm? Yerine koyup yazır. Y neçə oldu? Y 12 oldu. İndi mənə bax. Bu elsə nədir? Getdi. Amma altı if varsa ifə baxmalıyam. Baxmalıyım. Çünki 6-6-dır. Düz yazmısan aytam sualı.
Deyir ki, indi y faiz 2 bərabər 0-dırmı? Bəli. 0-dır, bəli. Çünki doğrudan da 2-yə bölünür. Onda neynə? H bərabər olsun y vur 3-ə. Yəni 30 oldu. 36-ya. If ödəndi, elsə getdi. Cavab da 36. Tutardı getdi. Baxıram amma printdə nəyi verib? H. Bax, səni çaşdırmaq üçün print x də verə bilərdi, ha. Onda Y də verə altı bilərdi. olar. Bəli, 6 olardı. Y versəydi 12 olardı, amma H verdiyi üçün 36. 36-dır. Yoxsa mən axırda 36 almışdım və 36 götürdüm, yox. Printdə nə yazılıbsa ona diqqət edin. Ən vacib printdir. 33. Ona görə sualın əlində 23, 33. 23 deməli. 23 də. Hə, uşaq, diqqət. 77 nədədir? Dırnaqdadır. Deməli hərfdir. Düzdürmü? B-miz nədir? 3-dür. A-mız nədir? 5-dir. Bu A nə ilə daxil edib? Inputla. Deməli 5 nədir? Hərfdir. 5 hərfini 3-ə vuranda nə olur? 3 dənə 5. 3 dənə 5 hərfi. 3 dənə 5 hərfinin sol tərəfdən üzərinə 77 gələndə 77. 77 555. 3 dənə 5. Başa düşdünüz? Başa düşdün İbrahim? Bəli, bəli. Sən sualın idi də. Bəli. 23-dən sonra 33. 33 nədir? Kütləvi formada səhv yazmısınız. Görək. Onda səhv eləsək səndən soruşacaq. Klaviaturadan M və N olaraq hansı ədədlər daxil edilərsə nəticədə else komandasından sonraki fraqment icra olunur. Yəni bax bu fraqment icra olunur. Uşaqlar. Ehtiyac yox deyir. Mən belə şey deyir. Məntiq. Bax. Else-yə gəlirsə, deməli bu şərt nə etməməlidir? Ödənməməlidir. A-mız deyir ki, nəyə bərabərdir? N vurulsun 1024-ə. Və o, nə zaman bu şərti ödəməz? A nə olduqda şərt ödənməz? Bərabər olanda deyər. Kiçik olanda ödənməz. A, bəli, kiçik olanda M-dən şərt ödənməz. Elə A-nın da yerinə birbaşa nə yazaram? N vurulsun 1024. N vurulsun 1024 kiçikdir. M şərti artıq ödənməlidir. Çünki ödənməlidir ki, hara getsin? Else-yə getsin. Çünki elə mənim qoyduğum şərt bu şərtin nə idi? Tərsidir. Nəysə. Else-yə getsin. İndi doğru cavab 1024 N. İndi variantlara baxıram. Hansı ödəyir? İyi var ya. Gəlin A'dan başlayaq. A-nı qoysam yerinə ödəyər, ödəməz. Çünki 2048 5000-nə qədərdən balaca deyil. Bilirsən də necə qoyuram yenə? Mirağa. M-in qiymətini bura qoydum. N-in də qiymətini qoyuram. Bu da vururam 1024-ə. M bu ödəməz. Bu heç ödəməz. Burada 1024-ə vursam, M 1024-də N-də 3-də olacaq 3000-nə qədər. 3000-nə qədər 1000-dən balaca deyil, getdi. Bu da ödəməyəcək. Amma bu ödəyəcək. Onda bərabər də qoymalıyıq da. Gözlə. Bir dəqiqə. Yox, düzdür, mən ödəyir. Gözlə. O 2084-də o 2048. Gözlə, düz deyirik. Bu 2084-dür. O 2048. Bu 2048 eləyəcək amma. Ödəyəcək. Mən ödəyim 2048 də ona görə bərabərdir. Yox, ödəyir. Başa düşdünüz niyə ödəyir? Bəli. Qoyursan eyni. Amma bura necə gəldiyimi də bildiniz də. Bir dənə zəhmət olmasa başdan salacaq. Bax. Mənə deyir Else-yə gəlsin. Else-yə gəlirsə deməli bu şərt eləməməlidir. Ödənməməlidir. Şərt nə deyir? A kiçikdir, böyükdür, bərabərdir M-dən. A M-dən böyükdür, bərabər deyilsə, deməli A M-dən nədir? Kiçikdir. İndi A-nı da yenə nəyə qoyuram? A-nın qiyməti. A-nın qiyməti nədir? M vurulsun 1024. Düzdür? Södə. İndi variantları yoxlayıram ki, hansında belədir ki, bu şərti ödəməsin və aşağıya gəlsin. Mən bəs Elsen yerinə if olsaydı necə olardı? Elsen yerinə if olsaydı, o işləyərdi proqram. O yenə bu ödəməməli idi də. Hər halda bax if, tutaq ki, belə düşün də. Bir məsələ var. Aşağı if olsa, xəyal. Bu if ödənsə də bura gəlirəm, ödənməsə də bura gəlirəm. Və sadəcə fərq nə olardı? Aşağı if olsaydı, mənim artıq bu şərtimin ödənib ödənməməyinin bir mahiyyəti olmalı deyildi. Və ifdir, ifdi bir nə verilməlidir özü? Özü bir şərt verməlidir. Və əgər ifdə verdiyi şərt belədirsə,
Zaten bu şərtə nə vaxt gələcək? Birinci if neynəmədikdə? Ödənmədik. Çünki bu bunun nə idi? Tərsidir. 2 ifə də baxacam ya, amma olsa birinci if neynəməyəcək o halda? Olsa ödənməyəcək. Yox, bir-birindən belə zidd şərtlər olmasa, onda ikisi ödənəcək və 2 dənə printin ikisi də baş verəcək. Amma bunlar bir-birinə ziddidir ya, onsuz da ikisindən biri 100% ödənir və biri də heç vaxt ödənmir. Başa düşdün? Həyal, başa düşdün sualı? Həyal. Çox sağ ol. Hə. Bəli. Ya yenə deyirəm, bir-birinə zidd olmasaydı, hə, başa düşərdim. Onda ikisini icra edərdim, 2 dənə print olardı. Amma bir-birinə ziddi deyə ancaq onsuz da birini eləyəcəksən. Ya birinci ödənəcək, ya ikinci ödənəcək. Nəysə 33-dən sonra 43. 43. Hə, deyir ki, klaviaturdan daxil edilmiş rəqəmlər müxtəlif olan 3 rəqəmli natural ədədi üçün proqramın təyinatı nədir? Uşaqlar, bir də buna fikir verin. Mən bir dənə sizin yerinizə olsaydım, həmişə ədəd verərdim. 3 rəqəm ədəd demir. Rəqəmlər müxtəlif bir ədəd verir. 231. Bir fikir verin. A deyir ki, bu ədədin neçəyə bölməyinə alınan qalıqdır? Ona bölməyinə o neçə eləyir? 1. 100. Deməli, A oldu 1. Bəy nə oldu? Deyir, eni böl, ona tam. Ona tam bölsəm 23 alınır. 23-ü də təzədən ona qalıqla böl. 3. B bərabər oldu 3-ə. C də deyir ki, n tam bölmə 100-dür. N tam bölmə 100 neçə eləyir? 2. Deməli, bu ədəd nəyə bölür uşaqlar? Rəqəmlərinə ayırır. Rəqəmlərini ayırandan sonra deyir ki, A əgər B-dən böyükdürsə və C-dən böyükdürsə, onda ən böyük A-dır. Yox, B A-dan böyükdürsə və C-dən böyükdürsə, onda ən böyük B-dir. Əks halda ən böyük C-dir. Deməli, bu ədəd rəqəmlərinə ayırır və o rəqəmlərin nəyini tapır? Ən böyüyünü tapır. İndi mən M-ə ön böyük dedim. Amma zaten ən böyük olduğunu mən şərtdən görəm də. Əgər A B-dən və C-dən böyük olanda M-ə A deyirsə, deməli M nədir? Ən nə olur uşaqlar? Ən böyük. Mən deyirəm ki, Əziz Kamrandan da böyüdür, Musadan da böyüdür. Deməli, onda Əziz onların üçündə nədir? Üçünün arasında ən böyükdür də. Düz deyil? Əslində bu 3 ədədin aşağı tərəf daxil edilmiş klaviaturadan daxil edilmiş 3 ədədin ən böyüyünü tapan algoritmdir. Eyni zamanda Python kodudur. Bunu mən sizə bugün kod kimi yazdıracağam. Amma 2-3 dənə üçün yox, məsələn biz 4 dənə üçün yazacağıq. Belə bir şeylər. Bütün ədədlər üçün. Hə. Sonra. Deməli, doğru cavab nə oldu? Ədədin ən böyük rəqəmini tapır. 45 məli. 45. Məndə nə var? Uşaqlar, 45 sizə aid deyil. Niyə aid deyil? Çünki keçməmişik. Amma belə qısaca desəm, for i in a o deməkdir ki, i a-nın içindədir. In içində demək deyil. Aysa. İngiliscəsində. I a-nın içində dəyişir. Yəni i-nin birinci qiyməti 3-dür. Sonra neçə olacaq? 6 olacaq, 7 olacaq və s. B count i o deməkdir ki, B-nin içində i-ni say. Count saymaq da onu bilirsin ingiliscəsində. Countable, uncountable. Countable sayıla bilən deməkdir, count da saymaq deməkdir. Əslində saymaq sözündən countable, sayıla bilən söz əmələ gəlir. Nəysə, deyir ki, indi i-ləri say B-nin içində. Əgər onların sayı nədən böyüdürsə, İlə böyük. nədən böyüdürsə, sıfırdan böyüdürsə, onda həmin o i-ləri nəyin üzərinə əlavə elə? S-in üzərinə əlavə elə. Yəni, qısaca uşaqlar, götürür A-nın içində olan elementlərdən hansı B-nin içində də varsa, yəni zaten B-nin içində onların sayının sıfırdan böyük olmağı nə deməkdir? Bu elementin B-nin içində olmağı deməkdir. Hansı elementin? A-nın içində olan elementin. Çünki deyir ki, i in A. Neyse, bu keçəcəksə. Qısaca. Bu riyaziyyatda olan kəsmə birləşmə deyil. Yox. Onun sesi sorulur. Tam o deyil də, yəni tam eyniləşdir, ekvivalensiya eləyə bilməzsən. Uşaqlar, burada konkret qayda yox. Yəni riyazi nəyinəsə eyniləşdirmək. Koda bax. Sadəcə koda bax. Bunu eləyəcəyik, amma nə bax? Bu mövzunu keçəndə. Bu mövzunu keçəndə, bəli. Belə sualları boş buraxırsınız. Məsələn, yeni bir mövzu olacaq. Boşluqları tamamlama deyə bir mövzu gələcək qabaqda. Onda nə edəcəksiniz? Bütün o suallardan boşluqları tamamlayacaqsınız. İndi 45-i dairəyə alın. Hamı test dəftərində 45-i dairəyə alsın. Yox, dairəyə al, dairəyə al. Sual şəxsi başqa şeydir. Suala yazamadım. Necə? Mən eləmişəm onu. Eləmişsən, yaxşı eləmişsən, amma deyənə deyirəm. Proqramda var, amma ki, hələ keçməmişik. Keçəcəyik. Yaxın 2 həftə ərzində keçəcəyik. Sonra 49. 49-a qədər. Biraz çox çətin idi. Valla çətin idi. Yox, işarələri qarışdırırdım mən. Yox, niyə dərs oxumamış edirsən?
Video. Videoda baxmamısan? Niyə? Baxdım. Bax. Dərs oxuya bilərsən də kitabdan düzdür. Qardaş, bu kitabı niyə yazmışam? Oxuyun deyə yazmışam da. Əziz çəkin oxuyun kitabı. Məsələn, qayda niyə yazdırmıram? Çünki orada var, düzdür? Görürsən, elə mövzu var, qayda yazdıram. Niyə? Çünki o mövzu mən yazmamışam deyə kitabda. Deyirəm ki, orada boşluğunuz var. Mən bu mövzunu yazmışam. Bilirəm ki, mən orada yazmışam. Əziz çəkin oxuyun da. Yazmadığımı yazdırdım. Məsələn, orada kif söhbəti yoxdur. Çünki dimin kitabında yox idi. Biz axı oradan paralel getməliyik. Düzdürmü? Əlavə mən çox material yaza bilmərəm. Həm səhifə sayı artır, həm də problem yaranacaq oxuyucu üçün. Amma dəftərinizə də o lazım olan hissəni yazdırmışam. Həm ənd hissəsini yazdırmışam, həm də dalbadan iflər gələndə nə etmək lazım onu da yazdırmışam. Əziz çəkin dəftəri oxuyun. Sonra testimiz 49-a qədər. Yoxdursa 49. Görə bizə 49 nə deyir? Deyir ki, klaviaturadan 25 ədədi daxil edilərsə Python yazılmış proqramın nəticəsini müəyyən edin. Yaxşı. 25-i daxil elədim, biz bunu sift eləmişik. SQL-də nə deməkdir? 5. Kök almaq deməkdir. Neçə aldı? 5. Bunu burada yaşamışam. Y oldu 5. X neçədir? 25. Deyir ki, indi Y faiz 1 böyüdü 0-dan, düz deyir? Düzdür. Səhv deyir. Niyə? Y faiz 1. Neçə eləyir? Qalıq 0 eləyir. 0 0-dan böyük deyil. Deməli, if ödənmədi. If ödənmədi, elifə keçdim. Y-in kvadratı deyir ki, Y vur Y bərabərdir X-ə, düz deyir? Bəli. Düz deyir də. 5 vur 5, 25 eləyir. Onda print X. X neçədir? 25. Eliflərin biri ödənəndə o birlərinə baxırdıq. Hayır. Baxmırıq, getdi. Nə olsa baxardım. If olsaydı baxardım. Bildiniz? Sonra. Deyin də. Mən 53, 55, 57 falan hepsini yazdım. 55 bəli. 53-ə də yaxşı bax birinci. ABS nədir demişdim. ABS modul. Bunu elbisində işləmişik. Klaviaturadan A və B dəyişənləri üçün uyğun olaraq 40 və -5 ədəd. Uyğun olaraq deyirsə, deməli birinci 40-dır, A 40-dır. Bu isə -5-dir. Nəysə, bax uşaqlar. Demir ha burada A bərabərdir ABS A. Əgər belə söz desəydi, A-nın qiyməti -5, tutaq ki 40 yox, -40 daxil eləmiş olsaydı, tutaq ki -40 daha neçə olardı? 40 olmuş olardı. Bu sadəcə onun elə olub olmadığını nə eləyir? Yoxlayır. Onda mən A-nın qiymətini nə edə bilmərəm? Dəyişə bilmərəm. Bunu bir ekvivalensiya olaraq yazıda saxlayın. Eynilik kimi yazıda saxlayın. Nəysə A deyir ki 40-dır. ABS A 40-ın modulu deməkdir. 40-ın modulu ondan böyükdürmü? Bəli. 40-ın modulu 100-dən kiçikdirmi? Bəli. Bəli. Bəlidir deyə else nədir? Getdi. Amma fikir verin. B bərabərdir B plus A. Bu kənardadır. Kənardadır deyə mən 100% axırda bunu eləyəcəm. Bunu da bildik. İndi baxıram. If ödəndi, ifin içinə girdim. Bura daxil oldum. İkinci if ödənirmi? İkinci if. Deyir A bölünsün 10 böyüdür 5-dən. Ödənmir. Çünki A bölünsün 10 neçə edir Aytan? 4 eləyir. 4 də 5-dən böyük deyil. If ödənmədi deyə elseyə keçdim və A artıq deyir A bərabərdir A vur 5. Ocağının qiyməti nədir? Artıq dəyişdi. A 40 idisə oldu 200. Bax burada artıq A-nın qiymətini dəyişirəm. Ne deyir ki, o A-nın 200 qiyməti 100-dən böyükdürmü? Bəli. Onda B bərabərdir. A böl. B-nin köhnə qiyməti -5 idi. İndi deyir B bərabərdir. A böl 2 özə tam bölmə 2. O da elədi 100. İndi diqqətli ol. Mən buradan çıxdım, birbaşa printə getsəm səhvdir. Çünki bir dənə burada operator var. Bu operator else-nin içindədir aytan. Yox. If-in içindədir. Yox. Deməli mən nə etməliyəm bunu? Həmişə gəlməliyəm. If-dən də çıxsam bura gəlməliyəm, else-dən. Hardan gedirəmsə gedim, bura gəlməliyəm. Və bu da mənə deyir ki, B bərabərdir. B üstə gəl 10. 5. B -5 deyil. Bax, daha 100 oldu da. Daha -5 getdi. 110. Nasıl bir sən qalırsan, sənin qaçışın yoxdur qardaş. Sən dərsdən sonra qalırsan. Başqa kimi işləməyən testi? Sən axıra ki baxmısan? Bu saat. Ana dəftər veriyorum. Amma ondan 70 yaşını çatdırmış o. 75 yaşını çatdırma 35 sual yazmaq deməkdir. Niyə çatdırmamısan ki? Mən səhər çıxdım deyə. Neçə gündür 70 dərs. Mən niyə axırda yenə saxlayırsan? Qardaş, gəl sizə bir məsləhət verim. Test yazmırsınız. Əziyyət çəkin. İndi getməniz evə. Gedin, heç olmasa bir 10-15 dənəsi işləyin. Qoy bəlkisin. Ondan sonra da gedib bir də dərsdən bir gün qabaq işləyirsiniz. Ya da dərs gün işləyirsiniz. Elə test işləmirlər, bir gün qalmış və ya da həmin günü.
O test getdi. Onda sən işləmdə test işləyə bilməyəcəksən. Çünki unutmusan, sən biz bunu 4 gündür keçmişik. İşləmək üçün ya video izləməlisən ki, bilikləri təzələnsin, təzədən işləyəsən. Ya da ki, əziyyət çəkəcəksən, evə gedəndə işləyəcəksən. Yarısında, sonra yarısında işləyəcəksən. İzləmişəm. Dərs günü. Maksimum 1 gün sonra. Bax 1 gün sonra işləmədin, beyliklərin zəiflədi. 2 gün sonra işləmədin, zəiflədi. Dərsdən 1 gün qabaq işləsən, o yadına qalan deyil. Görəsən ki, işləyə bilmirsən. Əslində bilirsən, bilirdin, unutmusan. Nəysə 53-dən sonra 55. Nəysə, deyir məncə müəyyən edin. A nədir? 15 nəyi? Hərfi özü də yəni. Bəli. Bu da 5 hərfidir. Orada int. K da 3-dür. Onu rəqəm edir. Hə. Bəli. Int rəqəm edir. Onun üçün int input olanda inputla daxil edici ədədə çevirir deyə o ədəddir. B 5-dir uşaqlar. K da 3-dür. İndi diqqət mənə. Deyir ki, int A böyükdür int B-dən. Düz deyir? Düz deyir. Çünki ikisi ədədə çevrildi və müqayisə oluna bilər. Bəs yaxşı, ədədə çevrilməsəydi hansı böyük olardı? B daha böyük olardı. Niyə? Çünki bunun ikisi hərfi olsa, birinci rəqəm nədir bunun? 1. Bunun birinci rəqəm nədir? 5. Hansı böyük olacaq? Hə, o. 5 daha böyük olacaq. Başa düşdünüz? Çünki əlifba sırasından baxır o. Sən bunları düzgün müqayisə eləmək istəyirsənsə, bunun əvvəlinə bir nə yazmalıydın? 0 yazmalıydın ki, Dırnaq işarəsi. 0-5-dən müqayisə eləyə bilsin. Nə? Dırnaq işarəsi. Bəli, hərfdir deyə. Hərflər əlifba sırasından düzülürlər. Şöyle yadda saxlayın. Ən balaca hərf belə A hərfidir. Yəni ən əlifbada ən əvvəldə gələn hərf əslində qiymət olaraq ən balaca olan hərfdir. O ən balaca olan hərf də 1 milyon ədədindən belə böyük. Yəni bütün rəqəmlərin hamısından böyükdür. Bunu yadda saxlayın. STR-lərin ardıcılığı belə. STR-lərin hərf olaraq ardıcılıq belədir. Birinci rəqəmlər gəlir kiçikdən böyüyə. Ondan sonra nələr gəlirlər? Hərflər gəlir. Birinci gəlir böyük hərflər. Böyük hərflər daha balacadır. Böyük A-dır. Böyük A-dan sonra gəlir ən axırda böyük Z. Ondan sonra gəlir balaca hərflərin ən balacası A. Ən böyük hərfimiz isə balaca Z-dır. Və bir şey yadda saxlamalısınız. Sizə 2 dənə tutaq ki, hərf verilib. A, bir də B. Bunlar hansı böyüdür? Birinci A. B böyüdür. Çünki bunun birinci hərfi B'dir, bunun birinci hərfi A'dır. Hər əlifbadır. Əlifba kimi götürürsən də. Oradakı B birinci görürsən, mən də ona görə. Ən birinci o birinci. Yaxşı. Bir də belə ola bilərdi. 1, 2, 3 və 2 hansı böyüdür? Hərfdirsə. 2 daha böyüdür. Bildiniz də niyə? Mən bunları düzgün müqayisə etmək üçün belə yazmalıydım hərf olanda. 0, 0, 2. O zaman düz olur. Onda deyirəm ki, bu böyükdür. Kəsirdək kimidir. Hə, belə yazmasam böyük deyil. Orada 2 niyə böyük oldu? Çünki bunun birinci rəqəmi 2-dir, bunun birinci rəqəmi 1. Amma deyirəm, hərf olanda böyükdür, rəqəm olanda böyük deyil. Əgər bunları intə çevirmişəmsə, doğrudan da 123 böyükdür. Amma hərf olaraq qalırsa, onda bu yankı böyük. Yəni, hərf ədədə çevrilməsəydi, sual səhv deyildi. Amma artıq cavabı başqa olacaq. Xəta deyil, xəta verməyəcək. İşləyəcək. Nəysə, int A böyüdür int B-dən. İndi düzdürmü? Ədədə çevirir, çünki int var. Biri 5-dir, biri 15-dir. Ödədir. Onda A plus B. A-mız neçədir? 15, 15. 155 eləyəcək. İndi diqqətli olun. Alt tərəfdə if falan görürsünüz. Getdi. Deməli, cavab 155. Başa düşdü, yazır. Niyə aşağıdakılarını çıxacaqdım? Çünki if ödəndisə qalanlar. Bəli, o bilər getdi. Çünki onların içində heç bir if yoxdur. Bəs yaxşı, elifin içində buralarda bir yer if olsaydı? Yəni xət çəkərdin? Xət çəkərdim. Yenə çəkərdim. Çəkərdim, çünki elifin içindədir. Elifin içindədir, xət çəkərdim. Amma müstəqil olsaydı, onda baxardım. Yaxşı, 4 dənə if verilib, altda da eliflər var. Eliflər hansı ifdən asıldı? Axırıncı. Axırıncı. Ən axırdan. Yazdırmışam dəftərə. Dəftər oxuyun. Aydən sən neçə qədər yazmışdın? Ortalardan bildiklərim yoxdur. Neçə qədər baxmışdın? 91. Sonra? Sonra 57. Əslində sualın biraz çox olmalı bir baxımdan yaxşıdır ki, uşaqlar 57 sizdə keçməmişik. Mən sizə while keçməmişik. 1. For keçməmişik. 2. Üstəgəl defdə keçməmişik. Bunu indi izah edəcəm. Vaxt gedəcək. 1. 2 başa düşməyəcəksiniz. 3-dəki mənası yoxdur. Ona görə 57-ni bir dənə dairəyə alıram test dəftərində. 57-ni
dairələri evə deyə bir tapşırıq verəndə işləyəcəksiniz. 57-in dairə yolu. 57-dən sonra bax, demin bu hissəsi xoşuma gəlmir. Keçən il bu problemlər var idi, həll eləməyiblər. Hələ də qalır. Köhnə test tablosundan yeni də hələ də qalır. Sən bir bölmənin içində keçmədiyin bölmənin sualını qoymamalısan. Sən mövzunun başlığına yazmısan. Şərt operatorlar. Düzdür? Sən burada niyə bayıl salırsan? Olmaz deyil. Belə şey olmaz. Ben yarım saat kalmış təzə dərs keçdiyim. Təzə dərs deyə bir şey yoxdur. Çünki biz Python-dayıq. Yarım saat qalmış kod yazacağıq. Belə təzə dərs keçərəm. Belə baxanda evə 50 dənə testiniz var. Yox, 50 dənə testiniz işləyin. Təzə dərsi gələn dərs keçər. Hə? Cütləri işləyir. Cütləri işləyəcəksiniz. Niye? Sonra ünvanımda cütlərdən bu qədər səhviz olmayacaq. Az səhviz olacaq gələn dəfə. 3-4 dənə dərs olacaq inşallah. 3-4 dənə səhviz olandan sonra da biz baxacaq tez opsi dərsə, yeni dərs keçəcəyik və ondan testlərinə baxacaq. Amma 65. İndi çatdıra bilmərik. 65. 65-ə qədər yoxdursa, o zaman 65. İnşallah bunlar bizə nə deməkdir? Bu o deməkdir ki, cüt bu qiymətləri verir. Məsələn, biri verir X-ə, onu verir Y-ə. Nəysə. Bir ədəd cütləri 10 dəfə icra olunarkən ardıcı olaraq X dəyişənlər üçün filan ədədlər verildi. Neçə dəfə deyilib B gedər? Bax, B-yə baxıram. B nə zaman gəlir uşaqlar? Bu şərt neynəmədikdə? İf ödənmədikdə. Ödənmədikdə. Z neçədir? Z 2-dir. Deməli, or nə deməkdir? Bunların ikisindən biri düz olanda ödəyir. Deməli, 2 dənə olmalıdır, səhv olmalıdır. Yəni, Z 2-dən nə deyil? Böyükdür də. Z 2-dən. Z elə 2-dir, X 2-dən nə deyil? Kiçikdir. Böyükdür. Deyil. Kiçikdir. Kiçik ondan sonra olacaq işləyəcək. Deməli, lazım işləməsin. Heç olmalı. Ona görə deyirəm ki, X böyüdür, bərabərdir 2-dən. Niyə bərabərdir qoydum? Çünki əgər mən balacıya yox deyirəmsə, deməli, ya böyükdür, ya bərabərdir. Bu olsun. Və ya özüm ikinci halı çıxardım. Y-də 9-dan kiçik. Ay, sağ ol. Y-də Böyükdür, orada olmur. kiçikdir, bərabərdir, 9 olsun. Bu şərtlərdən biri ödənsə, biri yox. O zaman ikisi eyni vaxtda ödənməlidir. Ən də ona görə. Bunların ikisi eyni vaxtda ödənməlidir ki, mən deyim ki, nə? Bu yox, budur. Və cavab B gedir. İndi birinci yazanda X-in qiymətidir. Birinci yazan X-in qiymətidirsə 1 böyüdürmü 2-dən? Yox, getdi. Ödəyirmü? Bəli. Ödəyir. İkinci hal ödəyirmü? Bəli. Ödəyir. Çünki bərabər işarəsi var. Ödədi, dairəyə alınıb. 1 bu. Bu ödəyirmü? Bəli. Ödəyir. Mənfi 5-də kiçikdirmi? 9-dan. Bəli, ödəyir. 5 böyüdürmü 2-dən? Bəli, ödəyir. Mənfi 7 kiçikdirmi 9-dan? Bəli, ödəyir. 2 böyüdürmü? Bərabərdirmi 2-dən? Bəli, bərabər işarəsi var deyə ödəyir. Bəli. Və yaxud da 10 kiçikdirmi 9-dan? Xeyr. Ona görə də bildiniz niyə ödəmədi? Bəli. Mən əz bunlardan aldım. Bunu hardan aldım, başa düşdüm? Hardan aldım? Məndə B nə vaxt geri çapar? İf neynəməyəndə? Ödənməyəndə. Elə bir şeylərdir ki, if ödənməsin. Bir də deyirəm. Burada ordu deyə bunların heç biri ödənməməlidir. Çünki orada biri belə ödənsə düzdür. Heç biri ödənməməlidir. Ona görə deyirəm ki, bu ödənməsin. Bu nə vaxt ödənməz? X 2-dən böyüdür bərabər olan. Çünki deyir ki, X 2-dən nə olsun? Balaca olsun. Balaca olanda ödəyirsə, deməli, böyük bərabərdə olanda ödəməyəcək. Burada da onun kimi, Y deyir, böyüdür 9 ödəsin. Deməli, lazımdır ki, ödəməsin. Onda deyəcəm ki, Y 9-dan böyük deyil. Böyük deyilsə, ya balacadır, ya da bərabərdir. Neysə, bu ikisi eyni vaxtda olmalıdır. Niyə? Çünki biri belə olmasa, onda bunun biri ödənəcək. Ona görə ikisi eyni vaxtda düz olmalıdır. Onun görə aralarında ənd yazdım. Neysə, ənd yazmayın. Belə düşünün ki, ikisi eyni vaxtda düz olmalıdır. Ənd yazsam da düzdür, yazmasam da düzdür. Neysə, ödəyir indi bu. Bu ödəyir. Niyə? 0-2-dən böyük deyil, ödəmədi. Ödədimi? Ödəmədi. Ödədimi? Ödədi. Ödədi. Çünki 8 2-dən böyükdür və 3 də 9-dan balacadır. Ay, tamaşa üstəndə nə deyirəm? Bu ödəyirmi? Ödəyir. Bu ödəyirmi? Ödəyir. Niyə ödəməsin ki? Ödəmir, düz deyil. 9-dan kiçik deyil axı, ödəmir. Neçə yerdə ödədi? 1, 2, 3, 4, 5. Gördünüz Allah, çaşmayayım deyə nə qoydum üstərinə? Xət qoydum. Siz də eləyin. 5 yazmışam burada. Neydi? Cavab çıxıb. Deyəsən. Biz 5 dənə aldıq ki, biz 5 dənə almadıq. Hə, 5 dənə almışıq. 5 dənə aldım. 4 dənə almışıq. Biz 4 dənə almışıq. Saymırsınız.
Saydım da 1, 2, 3, düz deyirsən, 5 dənədir. Cavab nə çıxıb bəs? Cavab burada deyil. 6. 6 çıxıb. Görən hansı ödəyir ki, harda çaşdıq biz? 10. 1, 10 ödəmir. Müəllim 2 və 10 da ödəmir. 1 ama 10 ödəmir. Yox, ödəmir. Biz düz deyirik uşaqlar. Sual 6 səhvdir. var, hələ üstündə qaldığımız. 10 çıxmışıq. Çıxmalıyıq da bəs. Düzdür. 6 kiçik. Axı 0-dan böyük olmalı. 2-dən böyük olmalı, 0 deyil. Yo. Birincisi x-dir, ikinci y-dir. X böyük olmalı 2-dən, amma 0 2-dən böyük deyil. Uşaqlar biz düz deyirik, bizim səhv deyil bizdə. Ay. Belə Pythonda yazsaz görəcəksiniz ki, biz deyirik, düz deyirik, böyük ehtimal. Böyük ehtimal 100% hətta. Çünki burada yox, ödəmir. Yox, uşaqlar, biz düz deyirik. Bu da ödəyir, bundan zaten ödədin dedik. Bunlar da ödəmir. Başqa söhbət ola bilməz, biz düz deyirik. Cəvalanlar düz yazır. Olanda demirdi ki, ödəyir. Yenə deyirəm də, sən aşağı keçmək üçün ikisi də ödəməməlidir də. İkisi də ödəməməlidirsə, deməli bax, onun əksinin ikisi də ödəməlidir. Seçdiklərimizdə ikisi də ödəmir. Bəli. Onda bunların ikisi də ödənməlidir ki, bunun ikisi də ödənməsin. Yoxsa əks halda bəs eləməyəcək. İnşallah yox, biz düz deyirik. Cavab 5-dir. Sualların içində hələ də keçən il səhvlər var, hələ də qalmaqdadır. Etirazı olan şərhlərdə yazar ki, başqa səhvdir. Mən görmədim yəni səhvimiz. Neçə dedin? 75. 75-ə qədər var. Bəli. Neçə? 75. Sən necə zarafatçı insansan? Mən zarafat edirəm, 75. Qədər nə deməkdir? 75 daxil. Python dilində yazılmış bir proqramın nəticəsini tapın, uşaqlar. Ümidvaram bu gözlüyün düzələcək. Hə. Birinci mən sizə demişəm ki, nəyi yerinə yetirirlər? Qüvvətə yüksəltməni. Düzdür? 4 üstü 4 neçə eləyir? 4. Bunu tapmaq üçün mənə bax. 2 üstü 2 yazıram. O da 324. 2 üstü 2 üstü neçə? 4. Düz yazdım da. Bəli. Bu da 2 üstü neçə eləyir? 2 üstü 8. 8. Deməli bu neçə eləyirmiş? 256 eləyirmiş. Nəysə. İndi uşaqlar. Bax, indi düşdükcə hələ. Bu hansı birinci dərəcəlidir? Bunu bizə kitab öyrətmir. Gözləyin. İndi 256-nı aldım. 256-nı aldım. Normalda bu birinci bu tərəfdədir. Və faiz normalda birinci dərəcələnməlidir. İndi iş orası ki, 44-ün 256-ya bölünməklə alınan qalıq elə 44-ün nə idi? Özüdür. 44-ün özüdür. Və 44-ü də 4-ə tam böləndə, indi deyəcəklər niyə? Qardaş, 1-i 2-yə böləndə neçə qalıq qalır? Tamam. 0 dəfə düşür, bir dənə də qalıq qalır. Razısınız? Deməli, burada da eyni məsələdir. 44-ü 256-ya böləndə 0 dəfə düşür, qalıq deyir 44 qalır. Bu da qalığı tapır. 44-ü tapdı. 44-ü də 4-ə tam böləndə eləməli cavab 11. Cavab 11-dir. Baxın bir. Necə? 11. 11-dir. 5-6-dan 3 çıxmışdı. Hə. Başa düşdünüz uşaqlar niyə belə oldu? Yəni birinci qüvvəti yüksəltməni elədik. Sonra da bölmələr necə yazılmışdı, o ardıcılıqla elədik. Bir dənə faizin hardasa üstünlüyü xatırlayıram, amma belə konkret elə bir nəzəriyyə yoxdur da. Oxumuş deyiləm. Türkiyənin ilk kitablarında elə bir şey var. Nə də Divin kitabında var, heç yerdə yoxdur. Yəni faizlə bu bölmənin üstünlüyünə baxsaq, hansı birincidir? Birinci yazılan birincidir, o heç. Amma bu yanda yazılsaydı, onda yenə də o birinci olardı mı? Bu sual işarəsi. Əmin deyil. 81. 81-ə qədər yoxdur ki, 77 falan. 81 dedin sən. Mən 81. 77 falan yoxdur. Yox, mən Yoxsa sən yazmamısan buraları, dedin 70-ə qədər yazmışam. Nəysə, proqramlaşdırma neçə? 77. 77 var. Yaxşı, baxaq 77-yə. Uşaqlar, bu da çox Mən diqqətli. bu ABC-nə məhk eləmişəm. Elə yazmışam, çünki başım Ehtiyac lazım deyil. Nəysə, x 20-dir, düzdürmü? İndi mənə deyir, x1, 12 üstə verir. x2 qardaş. Sonra nə var? x3 var. Bir də x4. Bir də x4 var. Vuraq. Nəysə, x1 neçədir? 20-dir. 20. Deyir ki, x2 bərabərdir 12 üstə gəlsin x1. Yəni 20.
X2 elədi 32. 32. Yuxarıdan alırsan, 20-nin yerinə qoydum. Şey oldu. diqqətli ol da. X3 istəyir nəyə bərabər? Bax, belə yazsam çaşmaram. Siz alt-alta yazırsınız. 32 var. X3 bərabərdir X1 vur X2. X1-in qiyməti 20-dir, X2-nin qiyməti 32-dir. Burada vursam eləyəcək 64, yanına bir dənə 0 yazırsam 640. Sonra deyir ki, altda qayıdıram. Təzədən deyir ki, X2 bərabərdir 2 dənə, 5 dənə X2. Onda X2-ni götürərəm, 5-ə vuraram və bu təzə X2-nin qiyməti olar. 3-ü vurdum 5-ə, 150, bəli, 160. 160 yazdım X2-nin yerinə. Aytan başa düşürsən bura qədər. Uşaqlar, nəyə başa düşürsünüz? Anında məni saxlayırsınız. X4 də deyir bərabərdir. X1 üstəcə X2 üstəcə X3. Artıq mən burada X2-nin son qiymətini götürəcəm. Yəni 20 aşağıda düz istəyirəm. Bir dənə X var. Bunu görmədik. X1 deyir bərabər X1 çıx X2-yə. X1-imiz 20-dir. X2-miz indi artı olduq. 160. Onda X1-imiz neçədir? Mənfi 140-dır. X1-in köhnə qiyməti də getdi. İndi nəsə deyir, bunları xülasə toplayın. Bununla bu gedəndə burada qalacaq 20. Bəli, 640 da burada var. 660. Və mən fikir verirəm ki, məndən nə istəyir? X4-ü istəyir deyə cavab 660. Yoxsa axırda 660 almışam deyə yox. Düşürsünüz? Orada başqa. Sonra 81. Bəli, 80. Hə qardaş. Deyir ki, klaviaturadan klaviaturadan 34 ədəd daxil edilərsə proqram nəticəsini müəyyən edin. Gəl 34-ü daxil edək. 34-ü aya daxil edir. İndi fikir verin. Şimdi indi qoşulan qoçaq görəsən. Nə əziyyət çəkirdi? Xəyali olar. Xəyalə bu mövzuda olmağı vacib deyil. Amma proqramda Python yoxdur. Tunar, sən neçə dəqiqə çıxmışdın? Tunar. O normalda icazə verir təzədən əmin həmin adam girməyinə. Niyə vermir? Maraqlıdır. Nəysə, deyir ki, A faiz 10 neçə eləyir? A faiz 10 4. 3 4. 4. Hansı A nədir? A faiz 10. Faiz qalığı da. A 34-dür. 34-ün ona bölməyini alına qalx. 4. A tam bölmə 10. Ant 3. Ödəyir onda şərt. Ödəyir. bəli. Ödəyir. Onda deyir ki, A bərabərdir A bölü 2. Yəni A bölü 2. A bölü 2. Yəni 2 nə qədər yerləşir içində? 16. 17. ikinci sifə baxmalıyam. Bəli, axıra kimi. Bu ödənə baxın. Bəli. Ödənə baxın. Yenə də baxmalıyam. Ay sağ ol, yenə də baxmalıyam. Birinci ifin ödəməyin, ikinci heç bir dəxli yoxdur. Əgər içində deyilsə. Nəysə, indi A-nın qiyməti artıq səndə 17-dir. Çünki bu yazılıb. A faiz 5. A faiz 5. Qaldı 2. 2 bəli. A tam bölmə 5. O da 3. 3 ödəyirmi? Sən. Ödəmir deyə altdakı ilə bir yerdə getdilər. İndi gəlirəm bunu yoxlayıram. A tam bölmə 8. A artıq məndə dəyişmir. 17 olmağa davam elədi ona görə. 1 deyil. 1 niyə? Sən Qardaş 2 dəfə düşür A-nın içində 8. A faiz 8. 1. 2 bölü 1. Düzdür. Onda A-nı bir dənə də 3-ə tam böl. Neçə dəfə düşər? 17-yə 3-ə 15 5. 5 dəfə düşər. Diqqətli olun. Bu da nədir? Müstəqildir deyə 5-in üstündə 1 gəldi. 1 gəldiniz 6. Harada səhv eləmişdiniz? Nəysə. Nə qədər 25 dəqiqəmiz qalıb. Sualları burada saxlayıram. Neçə sualınız qalıb? Mənim müəllim 81-dən sonra 2, 4, 5 dənə sual var. O sualları özün yaza bilərsən məsələn. Düzdür. Sən gələn dərs bir o suallara bax. Gələn baxacağıq ha. Belə yadda saxlayın ki, biz baxdıq 83-ə qədər. Yazın evə. Cütdər. Biz yazalım mı? Hə, qrupa yazın. Evə cütdər. Belə yazın da konkret yazaq. Dimdən Python-ın testlərinin cütdəri. Kim açdı? Sən nə yazdın? Kəmal. Dimdən amma hansı Python-ın da elə biləcək bütün Python-dır. Dimdən şərt operator, dimdən şərt operatorlarının cütdəri, bir də 83-dən sonraki testlərə baxmaq təzədən.
və 83-dən sonraki testlərə bir də baxmaq. 100'e kadar da. Bəli. 83-dən 100-ə qədər hamısı. Yüzden sonra satacağım şeyde çok. Gördünüz ki, 83-dən sonraki flankini səhv yazmısınız. O flankini düz yazmağa çalışın. İndi biz də nə edirik uşaqlar? Sizinlə indi kod yazmağa başlayacağıq. İlk öncə sizin sualınız belədir. Hamı girir online Python-a. Yazırsınız. Mən yazdığım saytı yazırsınız dəftərinizdə. Online Python yazırsınız. Yox, proqram bizə birbaşa girmir. Kimdə Pydroid 3 var işləsin. Android telefonu olanlar Pydroid 3 işlədə bilər. Mən iniş ildən qalmışam. Səndə nədir telefon? Çizmem iPhone. iPhone-sa onda saytdan gir. Ben de yapmışım onu. O Budur. Online Python yazdın. Online Python yaz. Sonra programist.com olan sayta gir. Proqramımıza girək. Buranı necə silək? Silməsəz də olur, amma belə seçin hamısını silin. Silək necə silək nədir? Silməkdir də. Nəysə, bura girirsiniz bu saytda uşaqlar. Buradakı hər şeyi silirsiniz. Seçin silin. Bir seçsiniz, axşama silinəcək. Usta basaqlı hamısını seç gələcək. Hə, bas sil. İndi uşaqlar, nə yazırsınız? Daxil edilmiş 3 ədədin, klaviaturadan daxil edilmiş 3 tam ədədin ən böyüyünü tapan kod yazırsınız. Bayaq buna bənzər bir sual var idi. Xatırlayırsa yad demişdim sizə. Klaviaturadan daxil edilmiş 3 tam ədədin, tam ədədin deyirəmsə, nə ilə daxil etməlisiniz? Int inputla. 3 ədəd deyirəmsə, deməli nə olacaq? A, B, C. Ən böyüyünü tapmaq üçün nələr lazımsa? Şərtlər. A nə zaman ən böyükdür? Həm nədən böyük olsa? Həm B-dən, həm C-dən. Yazı gəlib, blok sxemlə qurmuşdum. Nəsə, yazın. 2 dənə if və yaxud da and. And işlədin. 2 ədəd. Klaviaturadan daxil edilmiş 3 ədədin ən böyük. Ara yazdırıq onu. Onu proqramlaşdırmada yazırsınız. Sonra screen edirsiniz, mənə göndərirsiniz. Sizinlə daha Python yarışlarımız başlayacaq. Kod verəcəm, yazacaqsınız, göndərəcəksiniz. Bir dənə də böyük Python yarış keçirdəcəm. Udanıla mükafat verəcəm inşallah, gələcəkdə. Vaxtını düşünəcəm. Sonra nə edirdik? Nə edirdik? Sonra Yox, onu demirəm. 3 ədədindən böyüyünü tapacaqsan da, qısaca. Evet. İflər işlədəcəksən. If, elif, else-in köməyi ilə, bir də and-in köməyi ilə yazırsan. A məsələn ən böyüksə nədən böyükdür? Həm B-dən böyükdür, həm də C-dən. Məntiqi fikirləşin. Mən bunu necə yaza bilərəm? Deməli mən 3 dənə ədəd daxil etməliyəm. Çünki 3 tam ədədin müqayisəsidir. Müqayisə aparmaq üçün mənim şərtə ehtiyacım var. Şərt operatorlarım if, elifdir. Mən ifdə qoşan ifdə qoydum. 100%. İf qoşulur da. Belə yazsam olar ifi. Yox. Yox. Mən ifdən sonra aralı qoyaq, yoxsa pişik qoşulur deyə. Fərqi yox. Şərti düz yazın. Biraz yazın, biraz çox düzəltməlisən. Sən heç A-nı B-ni də C-ni daxil eləmən, 3 dənə ədəd daxil eləməlidir. Fərqi yox da ədəd. Ədəd, yəni 3 dənə dəyişən daxil elə. Daxil mən dedim klaviaturadan daxil edilmiş ədəd. Klaviatura dərs oxumamısan Emir abi, xoşum gəlmədi bu cür hazırladım. Yazıram da mən kitabda cümlə ki, klaviaturadan daxil edilən ədəd nə deməkdir? O deməkdir ki, sən onu ya int inputla daxil edirsən, ya inputla. Tam ədəd dediyim üçün int inputla daxil elədin. Burada da maksimum, minimum bu sözlərdən istifadə edəcək. Ürəyin istəyir, cəsur bərabərdir yaz. Maksimum funksiyası da var, amma işlətmək olmaz, sizə keçməmiz. Amma Mən bərabər işləsəm insaf olacaq. İşlətməyəcəksin, necə işlətəcəksin? Onu işlətmək ehtimalı sənin mində bir zatdır. Nə biləcəksən necə işlədilir? Onun minlərcə yazılış forması ola bilər. Baxın. Ay, sağ ol Kamal. Aferin sənə. Düz deyirsən. Süper, dümdüz. Bir dənə səhvim belə yoxdur. Tamam. Sonra else-dən sonra şərt olar. Yox. Else-dən sonra şərt olur, olmur. Kamal, kodu kopyalat demə. Oyda böyük kiçik işarəsi yoxdur. Buyurun müəllim.
Hə, yaxşı. Sən yaradınız. A ən böyük olmaq üçün həm B-dən həm C-dən böyük olmalı. If-in içində if A böyükdür B and A böyükdür C. Mən səhv yazmışam. Kopyalama olmuyor. Sıkın elat. Onu mən səhv yazmışam ki. Bir də sual dışarı yazır. Daxil edilmiş 3 ədədin ən böyüyünü tapan kod yaz. Qrupa yazın evə. Evə qrupuna bir də yazın. Klaviaturdan daxil edilmiş 3 ədədin ən kiçiyini vergül. 4 ədədin ən böyüyünü vergül ən kiçiyini tapan Python kodu yazın. Təzədən deyirdim. Klaviaturdan daxil edilmiş 3 ədədin ən kiçiyini vergül. 4 ədədin ən böyüyünü vergül ən kiçiyini tapan kod yazın. Şolar kim onlayn olanlardan kim yazdı? Bax görək nə yazıb İbrahim. İbrahim. Düz deyirsən. Mənim də düzdür. Ona görə kopyalayıb ata bilirsən. Yox, sən Android qarışdırırsan vəziyyəti. Onların arası vergül zad qoymurlar. Android də olur, iPhone da olur. Onda ver. Kopyalama olmur. Onda Uşaqlar ver. demişlər. Sən düzdür. Biraz var ya sənin düz yazma var. Biraz azca çalışmalısan hələ. Hə. Uşaqlar. Hamı diqqətlə etdiyə, vaxtımız çox getdi. Deyirəm, rəqəmsal bacarıqlar nə? Hə, onsuz birləşdiririk də. Edit qurma şərtləri. Nəysə, Kamran. Uşaqlar, diqqətlə bura baxın. Mən dedim ki sizə, klaviaturadan daxil edilən 3 dənə tam ədəd. Tam ədəd dediyim üçün A-da int input olmalıdır. B-də int input olmalıdır. C-də int input olmalıdır. Bu aydındır bura qədər. Bura qədər başa düşdün. Üçünü də daxil elədim. İndi mənə bax. İndi məsələn mən A ədədinin ən böyük olacağını deyirəmsə, Sonra 2 nöqtə olmamalıdır. Bir də if-dən sonra. qoyub da axırda qoyub, burada qoyurlar. Burada. İndi A-nın ən böyük olmağı üçün nə olmalıdır? Diqqət dövfiyə. A həm B-dən böyük olmalıdır, həm C-dən böyük olmalıdır. Həm necə yazılır? Hər ikisi düz olmağı üçün nə olmalı? End yazmalıyam ki, hər ikisi düz olsun. Ona görə end yazdım, arxada 2 nöqtəmi qoydum. Ay ora kimi düz yəni. İndi if deyilsə, indi ikinciyə baxıram. Ən böyük A deyilsə, indi B-nin ən böyük olduğunu yoxlayıram. B ən böyükdürsə, həm A-dan böyükdür, həm də end yazıram, C-dən böyükdür. Onda print B. Əks halda print C. Ən kiçik tapsa edim nə edərdim? Burada işarəni dəyişərdim tərsinə, burada da belə qala bilər. Və yaxud da printi belə yazmaq yerinə bir də belə yaza bilərdiniz. Maksimum bərabərdir A, buradan printi yerinə. Buradan maksimum bərabərdir B, maksimum bərabərdir C. Sonra LC-nin altda, aşağıda LC-dən eyni məsafədə olmaq şərti ilə. Print maksimum. Belə olanda print sözlərinə qənaət eləmiş olardınız. Vaxtda qənaət eləyərdiniz. İndi yazırsınız. Bildiniz də bunu 100%. Evə 4 ədəd öz yazırsınız, ən kiçiyi ən böyüyünü. 4 ədəd olan nə edəcəksən? A, B, C, D və orada ancaq B-dən C-dən böyük olmağı bəs eləməyəcək. End qoyub bir də nə yazacaqsan? Bir də onu kösürüb baxaq. Cəs işləyəcəyi vaxt gedir, yorma. Mən bilirəm. Qrup at Kamranın. Uşaqlar, diqqət, yeni sual. Klaviaturadan daxil edən ədədin 6-ya bölünüb bölünmədiyini yoxlayın. Bir ədəd 6-ya bölünürsə, nə olmalıdır? 6-dan başlamaq. Həm 2-yə, həm 3-ə. Öyle olar. Bir də elə 6-ya bölünmə, 6-ya bölünürsə nəsə də, nə zaman 6-ya bölünür? Nəsə yazın özünüz. Bir dəqiqə fikirləş. 2 dəqiqə sonra baxacaq, çünki çox asan sual verdim. Və yaxud da 6-ya bölünmə əlaməti nədir? İş olsun ki, mən 6-dan başlamalıdır. Necə dediniz? 6-ya bərabər bölünür. Yox, heç sən orası getmə. İfdən sonra ara necə dediniz? Sadəcə 6-ya bölünmə əlaməti düzdürsə bölünür, deyilsə bölünmür. İndi əlaməti yazacaqsın ifin içinə, altda bölünür, else bölünmür. İndi əlamət sən fikirləşməlisən. Nədir o əlamət? Hə, 6-ya tam bölmə. Onu 2 cür yazmaq olar. Enddən də yazmaq olar. Endsiz çox sadə də yazmaq olar. Orada ifdən sonra gəlir ara buraxmalıdır. Onu kösürmür, sadəcə elə verir. Bəli. Bir dənə. Sən onlara qoy, fərq elə. O işləyəcək. Boşluğun orada dəxli yoxdur. Əsas boşluq fərqi var buradadır. Printin qabağındadır. Printin qabağında boşluq sayı düz olmalıdır.
bir dənə tab məsafəsi olmalıdır. Orada tabdan sonra sadəcə bir dənə də boşluq qoysan işləməyəcək. Sual bir də təkrar edin. Klaviaturadan daxil edilmiş tam ədədin 6-ya bölünüb bölünmədiyini tapan kod yazın. 6-ya bölünmə əlamətlə də eləyə bilərsiniz, faizini bölməklə də eləyə bilərsiniz. Çox ipucular verdiniz. Printin içində söz yazanda dırnaqda yazılır. Bəli, printin içində söz yazanı dırnaqda yazmalısınız. Söz yazmalı bir şey. Bölünür və yaxud da bölünmür söz yazmalısan, düz deyil, nə biləcəksən? Diqqətli olun. Baxım çabana. Bölünmə əlamətinə yazsan necə edərdim? 2 ilə 3-ə. Hə. 2 dənə onunla qoyardım. 0-0-da. Aralarına da. Şərtdən qoyardım da. Aralarına da. And. Ay son. Şey. Adı deyil. Yəni söz yazın. Baxın mən burada yazarım. Cəsur, bir dənə mənə bax. Nə yazmısan orada? 6A bölünsün 6 bərabərdir 0. Bəli. Bəlkə o faiz olmalıdır, ola bilər. Tam bölmə demədiniz. Bir ədəd 6-ya bölünürsə, deməli 6-ya böləndə qalıq neçə qalmalıdır? Faiz olmalıdır. Faiz olmalıdır və bir dənə olmalıdır. İkincini artıq yazmışsın. Yəni elə olur. Buna. Məntiqlə fikirləş. Atım şəkli. At. Belə mən. Baxın. Hanı bu ki? Canan düz yazsın, sizə baxaq. İbrahim, nə oldu yazamadın? İbrahim, Tunar, Hacı bəy, Murad. Belə. Mən atmışam sizə. Faiz böl 2-də bərabərdir 0. Düz fikirləşsən səhv yazırsan. Bölünür ya da bölünmür. Sonra getdi, biz başa elsiyə keçdik. Əlbəttə if yazmalısın. Elsi nədir? Düz yazırsan, amma elsi yazmır. Göndər Canan. Uşaqlar, vaxt bitdi, diqqət. Belə. Bax. Əgər A-nı daxil elədin, düzdür. Qardaş, A-nı 6-ya böləndə, lövhəyə diqqət. Bərabər desə, bərabərliyinə yazılır. 2 bərabərdən, keçən dərs keçmişəm. Əgər A-nı 6-ya böləndə qalıqda 0 verirsən, deməli A 6-ya neyini aytən? Bütçədə bölünür. Əks halda isə bölünmür. Bunu belə yazmaq yerine bir də belə yaza bilərdiniz. Sən necə? A faiz 2 bərabər 0 and A faiz 3 bərabərdir 0. 6-ya bölünür. Faizlə yazmamışam. Bölünmür yazmasa olmur. Yox. Olmur. Dedim bax bölünüb yoxsa bölünmədiyini yaz. Yoxsa sözünü dedim deyə sənin də yoxsan olmalıdır. Evə ədədin 8-ə bölünməyi vergül, 9-a bölünməyi vergül. Bunlar necə yazılır? Eyni qayda ilə də. Printin içinə bölünəndə A yazsaq. Ya elə bir bölünür sözü yazılır. Belə yaz. Atıyorum sabah məktəbdə yazılır. Yox, kömək alma. Özün yaz. Özüm yazılır. Kim bilir? Belə də get informatikana icazəli otur demə kod yazma. Amma ben tək yazılır. Mən bir şey bilmər gedim. Oturun bax məktəbdə uşaqlarla. Valla oturun proqramlaşdırma öyrən. O vaxt bizdə əziz var idi. Adam hazırda gəlməmişdən qabaq proqramlaşma bilirdi, özü öyrənmişdi. Gəldi burada da biliklərini artırdı. İndi inşallah mən inanıram ki, o 2-3 il sonra universitetdə bitirəndə çox güclü proqramist olacaq. 8-9 bir önemli. 8-9 bir də 10. Ədədlərinə bölünüb bölünmədi. Bunu sual da qrupa. Bu şeyi cavab. İndi uşaqlar, yeni sual. İndi bax if elif söhbəti qoyacağam. Əgər diqqətlə qulaq asın. Əgər klaviaturadan daxil etdiyiniz ədəd, klaviaturadan daxil etdiyiniz ədəd 4-ə böləndə qalıqda 1 verirsə, şərti buradan yazın. Sonra anlaşılmazlıq olmasın. Bax, ədədi götürdüm, tutaq ki, x ədədidir. 4-ə böləndə, böldüm 4-ə, qalıqda 1 verirsə, onda həmin ədədi 5-ə vursun. Yəni 5x-i tapsın. Yox, 4-ə böləndə qalıqda 2 verirsə, onda 4-ə bölünəndə qalıqda 2 verirsə. hə.
Onda x-in kvadratını tapsın. Yəni x-i kvadratı yüksəlsin. Yox, qalıqda 3 verirsə 4-ə bölünəndə. Onda da kuba yüksəlsin. İndi bunu yazır. Hə. Klaviaturadan x-i daxil eləmişsiniz tam ədəd kimi. Həmin tam ədədi 4-ə böləndə qalıqda 1 verirsə, Allah bir dənə söz soruşum. daxil etdiyiniz ədədi 5-ə vursun, çap eləsin. Qalıqda 2 verirsə, kvadratı yüksəlsin. Soruş. Hamısını da iflə eləyəcəyik də, hamısına baxmaq üçün. Yox, zaten Ev- böləndə ev- qalıq ev- 1 deyilsə, o 2-yə gəlir. O da düzdür, amma if-siz də yaza bilərsən. If eliflə də işləyə bilər, amma iflə də yazsan səhv deyil, amma proqramı yorursan. sonra 2 nöqtə qoyurduq da. Printdən sonra 2 nöqtə qoymursan. Ifdən, elifdən, else-dən sonra, amma şərtdən 5'e olsun eləməm. Birincisi. hə, birincisini 5-ə vursun, amma ikisi 5-ə vursun çap eləsin. Mənə deyirlər Şahı Məlik. Mənə hər haqq deyincə çəkdilər, dara baxdım. Şərtlər gözünün qabağında qalsın. Şərtləri bir-birinizdən soruşarsınız. Bir şeyə baxmalıyım, ona baxın. Yaxşı, bir də yadınızda qalmaz, sizin üçün belə bir şey deyim. Neyin də neyin edik ben? İnanılmaz sıx deyirdi. Bildim, Aşırı deyim. ha, yazmışam burada ki, bax. Hə, həmin ədədi 5-ə vursun. Yazıb da cəsur. 5x tap, x kvadratını tap, x-in kubunu tap. 2 dəqiqə sonra baxırıq ha. Yine 4'e böyle. Kalıpta 2 alım. Merhaba, kösütme. Rahat rahat sonra. Son 1 dəqiqə. Rüyadıran benim. Necə yox artıq. Sənin. Hayda. İçini qüvvətə yüksəlsin. Bəli. Biri qüvvət. Hansı videomu fikirləşin. Axırıncısı nədir mənim? Kuba yüksəltməkdir. Kompüterdə görünmür. Nə? Kompüterlə kölgəsi düşür. Hə, x-in kubudur üçüncüdə. 3 qalıqda 3 qalınırsa 3-ün kubudur. Hamısını 4-ə bölürük. Dedim də bir daha şərti dostum. Dizayn edin. Narahat olma. Bəxtları 3-ə bölürük ona görə. Demədim oxunu. Bitirdim müəllim. İndi 5 anı ilə yaza bilməzsən. Birincisi if-dən sonra 2 nöqtə qoyurlar. Şərtdən if-dən sonra gələn şərtdən sonra qoyursan. O 1. 2 printdə 5A yaza bilməzsən. 5 vur A yazmalısan. Hayır, vur. Ofisdə yazmışam. Elifdə də mənim qoşa nöqtə qoyulmur da. Hə, qalan düzdür ya. Bir də if, elif, else yazsan daha düz olardı. Belə də səhv deyil. Mən elifdən də Sadəcə Python kodu yoracaqsan. Nə? Elifdən də sonra qoşa nöqtə qoyulur da. Bəli. İfdən sonra koşu nöqtə olur da müəllim. Bəli. Kodundan sonra. İfin şərtindən sonra adama. Bunlardan sonra printdən sonra else yazın. Belə düz. Yazıb atdım müəllim. Sonra düzdür. İşləyir də kodda nə deyil. 2 vur 2 nəyi? Deyirəm sən ədədi Vur yazmamışam ki mən. niyə 1 vur 5 yazdın ki? Bura. Hə, onu niyə 1 vur 5 yazdın? Dediniz ki 4-ə böləndə 1-i 5-ə vurur. 1-i 5-ə vur demədim. Qalıqda 1 verirsə 4-ə böləndə. Bəli. Onda həmin ədədi 5-ə vur. Yəni x-i 5-ə vur. A-nı 5-ə. A-nı 5-ə vur yazmalıydın. Amma düz oxşuyur biraz. Sonra kodum alacaq. Hə, onu da düz yazmışam. Mən birincisindən sonra sildim. Amma baxın bir saniyə. Yoxlayacağıq yoxsa göstər. Əlbəttə yoxlayacağam. Onu saxlayıram. Öncə olur. Birinci yazdım. Elif elçini.
Hə, sağ ol. Qəşəng Elsenlə nəzərə almışam. Ya şey uyğunlaşdıra bilərəm. At Kamran. Ver baxıram. Yox. Qrup atırda baxıram. Nə bilim. Yazdım. Göndər. Buyurun müəllim. Bax, görək deyim. R bərabərdir 1 olarsa. Ayda, qəşəng yazmısan ha Murad. Uşaq Murad koduna baxın, çoxmalı kod yazır. Sadələşdirib Murad. Bunu deyir hər dəfə niyə yazıram ki? Düz deyir. R-i qalıq kimi tapılır. R bərabərdir n/4. Yəni R n-in 4-ə bölməyin alınan qalıqdır. Deyir ki, o qalıq 1-dirsə, onda neyinə? 5-ə vur. Qalıq 2-dirsə, n-i kvadratda yüksəl. Qalıq 3-dürsə, onda kuba yüksəl. Əks halda da n-in özünü verir. Düz deyir. Belə də yazarsan, belə də yazarsan, Kamran deyən kimi də yazarsan. Kamran görüm. Mən atmamısan abi. Mən görüm İbrahim necə yazıb. İbrahim sən o birisini yazmamısan, yenisini. Ben görüm. Hə, və yaxud da bax İbrahim yazan kimi. Amma mən tam ədəd demişdim İbrahim. Amma səhv deyil. Nəysə. Böldün 4-ə qalıqda 1 verdisə, 5-i deyir aya vur. İkinci halda elif. On baxacaq. Elif. Qalıqda 4-ə böləndə qalıqda 2 verdisə, kvadratda yüksəlt. Səhv yazmayıb, kuba yüksəldib də. Belə də yaza bilər. A üstü 3 də yaza bilər. A ulduz 3 də yaza bilər. Belədir, bu da düzdür. Python'ın xüsusiyyəti budur ki, Python'da bir düz yoxdur. Bir neçə düz var. İndi fikir verin. Buna bu else yaza bilərdi axırıncı elifin yerinə. Yox. Axırıncı elifin yerinə else yazanmazsınız. Niyə yazanmazsınız? Çünki 4-ə böləndə qalıqda 1 verməsə, 2 verməsə 3 verir ancaq. Bir də 0 verə bilər. Ona görə mən else yaza bilmərəm. Başa düşdünüz? Ona görə ən düz variant budur. Elif yaza bilərik. If, elif yazmalısan. If, elif. Bəli. Və yaxud da if yazmalısan. Onu bu səhvdir məndə. If, else. Yox, else'nin ən axırda yazırsan. Baxın məndən. Onu bu if. Deyilsin yazmışsan da şey. Sadəcə finish yazır, başqa heç nə yazmırsan. Finish yazır. Çünki axırda print anlaya bilirsən verirsən ki. Anı hesablasın. Yox, axırda print aya lazım deyil. Onu hesablaya bilərik. Enter'ə bas, ədəd ver də, 4 ver, 5 ver. Ədəd ver, işlətsin. Ha nəysə yazmışam. Qayıt bura bax. 6 zad ver. 6 verdim, cavab elədi. 30. Yoxdaq sən. Nəysə uşaqlar. Bu da belə. İndi yazın evə. Ədəd 5-ə bölündükdə qalıqda 1 versə, buradan qeyd edəcəm nə demək istədiyim. İnternetsiz də işləyir, mən bura. Yox. Onlayn olan işləyir. Onlayn olmayan işləyir, onlayn olan işləmir. Onlayn olmayanda mütəzən zad özü qoymur. Qoyur. 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 iPhone-da qoymur, amma bunda qoyur. Burada da qoyur. Nəysə, deyirəm ki, ədəd tutaq ki x-dir. Evdəkinin telefonu gətir. 5-ə böləndə qalıqda 1 versə, onda cavab elə 5 qalsın. X qalsın. Qalıqda 2 versə, cavab olsun 2x. Qalıqda 3 versə, x-in kubu. Qalıqda 4 versə, x kubu üstə gəl, x kvadratı. Onun ilə şəklini oturursunuz. Hə. X kvadratı. Qalıqda 0 versə, x üstü 5 üstə gəl, x. Başa düşəcəksiniz qrupda bunu görəndə. Bəli. Dəqiq. Bəli. Onda Keçin mən bunu. else elifdən qabaq gələ bilməz. Hə. If-də hamısına qabaq gəlir. Hə. Yəni elif varsa əvvəldə bir if olmalıdır. Elif birbaşa müstəqil gələ bilmir. Elif sadəcə ifin əks halıdır. Else də onun kimi. Onlar heç müstəqil ola bilməzlər. Və yaxud da sən birbaşa else işlədə bilməzsən. Else ya ifdən sonradır, ya elifdən sonradır. Elif özü də müstəqil Bizə deyil. belə sual düşəcək. Yoxsa Hə, yəni hamısının. Yox, belə sual bu qədər sən düşməz, biraz çətin düşər. Öyrənəcək də indi başlanğıc bir gündə də. Səbirli olun, az qal. Ev tapşırığını bildiniz? Yaxşı elədiniz. İndi bunu hansana verirsin ki, həmin? Bunu normal gündüzə.
Birinci gün. Birinci gün. Yox, dördüncü günə. Birinci niyə? İndi Dördüncü birinci günə. günə veririz. Birinci günə də oxumağa dərs vermişəm sizə. Proqram təminatından su kimi öyrənib gəlirsiniz. Bak. Hə? Proqram təminatı. Tamam, görüşənə qədər xuda hafiz. Sağ olun. Sağ ol.